Avropa Kardiologiya Cəmiyyəti və Azərbaycan Kardiologiya Cəmiyyətinin üzvü kardioloq, aritmoloq Günay Rəhimova əməkdar artist Cabir İmanovun qəfil ölümü fonunda idman zalındakı qeyri-professional şəraitə diqqət çəkib. Sferas xəbər verir ki, Facebook hesabında etdiyi paylaşımında həkim diqqətdən kənar qalan bir neçə nüansa toxunub. O bildirib ki, dəfələrlə bu mövzuda yazıb, çıxışlar etsə də, həm idmançıların, həm də məşqçilərin kinayəli münasibəti ilə qarşılaşıb. Əvvəla o məkanlarda həqiqətən də peşəkar məşqçilər olmalıdır, hansılar ki, ilkin tibbi yardımı həkim səviyyəsində bilir. İkincisi, idman zallarında defibrillator aparatı qoyulmalıdır, hansının ki, istifadəsini adi vətəndaş da edə bilər. Üçüncüsü, İdmana gələn yalnız hər kəsin kardioloqdan sağlamlıq kağızı olmalıdır. Əsl kağız, yalançı yox. Cabir İmanovla uşaqlığımız, gəncliyimiz getdi. Halbuki o hələ uzun yaşaya bilərdi. Ürək ən vəfasız orqandır, ən vəfasız. Kamera görüntülərinə baxdığını da vurğulayan həkim qeyd edib. Mənasız zaman etkisi, zaman etkisi, zaman etkisi. İndi daha çox yandım ölümünə.